Salam uşaqlar, bugünkü mövzumuz dəyişən cərəyan dövrləridir. Biz bir neçə başlıqla burada tanış olacağıq. İlk başlığımız isə generator başlığıdır. Gərginlik və cərəyan şiddəti zamandan asılı olaraq sinus və kosinus qanunu ilə dəyişən elektrik cərəyanına biz dəyişən cərəyan deyirik. Dəyişən cərəyan harda yaranır? Dəyişən cərəyan ümumiyyətlə generatorda yaranır. Generatorda biz elektrik cərəyanını çevirməsinə baxırıq. İş prinsipimiz isə elektromaqnet induksiya qanununa əsaslanacaq. Uşaqlar, buna əlavə burada qeyd etmək istəyirəm ki, burada hansı enerjinin çevrilməsi ilə bağlı bir sualımız olsa, mexaniki enerji elektrik enerjisinə çevrilir. Deməli deyirik ki, mexaniki enerji çevrilir nəyə? Elektrik enerjisinə. Daha sonra, uşaqlar, biz ümumiyyətlə burada maqnit seli anlayışından tanış olmuşduq fi. Fi'nin düsturu nə idi? Bs kosinus alfa. Əgər biz burada gətirib alfanın yerinə omega t yazarsaq, onda bizim ifadəmiz bu şəkildə olacaq. Fi bərabərdir bs kosinus omega t şəklində. Daha sonra biz nəyə baxırıq uşaqlar? Biz bilirdik ki, əgər burada biz maqnit selindən danışırıqsa, əgər biz kontrol cərəyan mənbəyində fırlatsaq, deməli biz uşaqlar əvvəlki mövzudan bilirdik ki, cərəyan keçən bir kontoru biz maqnit sahəsində fırladarsaq müəyyən bir istiqamətdə nə yaranırdı burada? Elektrik induksiya hadisəsi baş verirdi və induksiya cərəyanı yaranırdı. Yaxşı, indi gəlin baxaq. Burada biz elektrik induksiya qanunu necə tapırıq? Uşaqlar, bizim ümumiyyətlə epsilon düsturunu bilirdik. Epsilonumuzun düsturu epsilon induksiyası bərabər idi. Nəyə? Fi'dən törəmə alanda biz epsilonu tapırdıq. Lakin mənfi törəməsini alırdıq. Gəl indi bu qanundan biz burada törəmə alaq. Törəməni alsaq necə olacaq? Bərabəri qoyuruq. Bu qarşıdakı mənfi işarəsi olduğu kimi qalır. Daha sonra uşaqlar bs kosinus alfadan biz törəmə alsaq nə baş verəcək? Biz bilirik ki, kosinusun törəməsi mənfi sinusdur. Ona görə onun qarşısına bir dənə mənfi atırıq. Bs olduğu kimi yerində qalır. Daha sonra buradakı omega gəlir qabağa. Bu sırf törəmənin, riyazi törəmənin ifadəsidir. Sinusumuz gəldi. Sinus nə oldu? Omega t şəklində. Yaxşı uşaqlar, fikir versək bu mənfini itirəcək. Onda sonda cavabımız nə formada olacaq? Cavabımız olacaq bs omega sinus omega t şəklində olacaq. Uşaqlar, əgər biz elektrik induksiya hərəkət qüvvəsinin maksimal qiymətini tapsaq, epsilon maksimumu tapsaq nə baş verəcək? Maksimal qiymətdə biz bilirik ki, sinusumuz artıq 1-ə bərabər olur. Ona görə də biz bu ifadəni bs omega şəklində yaza bilərik. Omeganın yerinə təbii ki, verilən düsturlarda istənilən formada bs omeganın istənilən düsturunu yaza bilərik. Məsələn, bs vurulsun 2pi bölünsün t şəklində və yaxud da bs vurulsun 2pi nü şəklində də yaza bilərik. Uşaqlar, yaxşı, bəs bizə birdən desək ki, elektrik hərəkət qüvvəsi maksimal qiyməti n sayda dövr edir. Onda bizim düsturumuz məhz bu şəkildə olacaq. Epsilon maksimum bərabərdir nəyə? N sayda dövr eləyirsə, n dənə bs yazmış oluruq. Sonra düsturdan da görürük ki, epsilon maksimalımız həm B-dən, həm S-dən, həm omegadan, həm də nüdən düz mütənasib asılıdır. Yəni biz əgər burada qrafik çəkmək istəsək, qrafikimiz məhz bu şəkildə olacaq. Düz mütənasib asılılığı burada qeyd etmiş olarıq. Qrafikimiz dediyimiz kimi düz mütənasib asılı olacaq. Yəni bu şəkildə qrafiki yaza bilərik. Uşaqlar, daha sonra biz gələk i'nin və u'nun, daha doğrusu fi'nin və epsilonun asıllığına. Fi və epsilonda nələr baş verəcək uşaqlar? Deməli, biz nə edirik burada? Yadda saxlamaq lazımdır ki, ən birinci fi'nin qrafikini çəkirik.
Sonra biz qeyd elədik ki, fi kosinus alfa ilə təyin olunduğuna görə bayaq, ona görə də biz fi'nin zamanın asılıq qrafikini birinci kosinusla başlayırıq. Deməli, kosinusdan başladıq. Bu şəkildə davam elədi. Yaxşı, bəs biz deyirdik ki, fi'dən törəmə alanda biz epsilona keçirdik. Özdən mənfi qiymətini alırdı. Əslində necə olmalıdır uşaqlar? Məsələn, cəryan şiddətinə ötən dərsimizdə keçdikdə nə edirdik? Biz buradan yeni bir pi bölü 2 qədər qabağa çəkirdik və bu da bizim cəryanımızın istiqaməti olurdu, düzdür? Amma burada bir dənə dəyişiklik olacaq. Çünki burada mənfi qiymətimiz var axı. Həmin o mənfi qiymət burada əslində bax bizim qrafikimiz güya epsilonun qrafiki bu şəkildə başlamalıydı. Ondan 2 pi bölünsün 2 qədər irəlidə başlamalıydı. Amma uşaqlar, məsələ necə olacaq? Burada deyirəm ki, qabaqda mənfi var. Mənfi varsa bu qrafik yenə də sıfırdan başlayacaq, düzdür? Amma əksinə çevriləcək. Baxın, yenə bu burada sıfırdan başlayıb, aşağı gəlib və gedib bu şəkildə yuxarı. Bizim qrafikimiz isə onun əksi olacaq. Yəni bunun əksi necə olacaq? Bax, bu şəkildə olacaq. Yenə də sıfırdan başlayacaq. Sadəcə o sıfırdan başlayıb aşağı getmişdi. Pi bölü 2 qədər bu tərəfə verəndə. Bu isə sıfırdan başlayıb yuxarı doğru gedəcək. O da olacaq bizim nəyimiz? Epsilon maksimalımızın qrafiki olacaq. Bir sözlə uşaqlar, mən buradakini silsəm, ağlımız qarışmasın. Uşaqlar, bir sözlə demək olar ki, burada artıq nəyə qabaqlayır? Birinci epsilon olur. Əgər asanlıqla başa düşmək istəsək. Birinci epsilonumuzu çəkək. Epsilondan pi bölünsün 2 qədər irəli çəksək, bizim nəyimiz olacaq? Fi'miz olacaq. Sonra həqiqətən də fikir versəniz, bax bu hissəni əgər bu qrafikdən silsəm mən, bu şəkildə silək. Bu hissəni silsəm, hardan başlayacaq? Bax, fi ilə buradakı fi eyni şəkildə olacaq. Deməli, birinci bizim epsilonumuz olur, daha sonra isə nə gəlir? Fi gəlmiş olur. Bunu yadda saxlamağın bir dənə də asan yolu var ki, biz fi'dən əvvəl, maqnit selindən əvvəl epsilonu keçmişdik. Hətta epsilonu elektrik bölməsində də birinci epsilonu keçmişdik. Yəni, dəyişən cərəyanda, generator məsələsində belə yadda saxlaya bilərsiniz ki, biz ümumiyyətlə ikinci hissədə ən birinci epsilonu keçmişdik, daha sonra fi'ni keçmişdik. Ona görə qabaqdakı epsilon olacaq, ondan sonraki isə fi olacaq. Yəni, belə asan formada da yadda saxlaya bilərsiniz. Ya da bayaq dediyim kimi, törəmə alanda sıfırdan başlayır. Düzdür, amma ki, burada mənfi işarəsi olduğuna görə sıfırdan sonra əksi işarə ilə gedirdi. Ya elə, ya da belə ikisi də doğru metoddur. Sonra əlavə olaraq onu da qeyd eləmək istəyirəm ki, dəyişən cərəyan dövrəsində ümumiyyətlə biz dioddan yenə də dəyişən cərəyan dövrəsinin düzləndirməsi üçün dioddan yenə də istifadə edə bilərik. Bu zaman diod nə edəcək? Biz bilirik ki, diod bir tərəfli keçid əmələ gətirir. Əgər bir tərəfli keçiddirsə, sadəcə qrafiklərimizdə belə bir fərq ola bilər. Məsələn, hər hansı bir qrafikimiz bu şəkildə başlayırsa, əgər mən ora bir diod qoşuramsa, diod artıq bir hissəni ötürə bilməyəcək, bir hissəni keçirməyəcək. Həmin qrafikimiz artıq sadəcə olaraq necə olacaq uşaqlar? Sadəcə və sadəcə yuxarı hissələri keçirmiş olacaq. Yəni, bir tərəfli düzləndirdiyinə görə aşağı hissələri keçirmir, bir hissədə keçirir. Bir də qeyd edeyim ki, osilloqraf burada nədir? Dəyişən cərəyan rəqslərini müşahidə etməyə imkan verir. Deməli, cərəyan rəqslərini ümumiyyətlə danışanda biz osilloqrafdan istifadə edəcəyik. Osilloqrafın girişi cərəyan mənbəyinə birləşdirilir. Ən başlıca olaraq. Bu zaman ekranda sinus və kosinus əyrisi alınır. Artıq orada qrafiklər alınmağa başlayacaq. Sanki o rəqsi hərəkət kimi rəqs deyirsə, orada qrafiklər baş verəcək. Bu onu göstərir ki, dəyişən cərəyan həm qiymət, həm də istiqamətcə dəyişə bilir. Yəni, dəyişən cərəyan ümumiyyətlə dəyişməsi ilə bağlı biz ən birinci baxırıq, osilloqrafla onu öyrənirik.